Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mircea Abrudiyanı qəbul edib. Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması münasibəti ilə dövlətimizin başçısını təbrik etdi. Bunun bütün regionda sülhün təmin olunmasına və inkişafına xidmət edəcəyini ümidvarlığını bildirdi. Mircea Abrudiyan bugün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament konfransında iştirakdan məmnunluğunu ifadə etdi. Bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu dedi. Azərbaycanla Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğuladı. Senatın sədri iki tərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd etdi. Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trumpın xüsusi roluna toxundu. Bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi. Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan iştirakı ilə Buxarestdə imzalanmış Qara dənizin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsi üzrə sazişin önəmi vurğulandı. Bunun ölkəmizin və Mərkəzi Asiya regionunun dövlətlərinin bərpa olunan enerji resurslarının Avropa bazarına çıxarılması baxımından əhəmiyyətinə toxunuldu. Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Dilbər Vüqar qızı, Bölgə TV.